Bakının Yasamal rayonu 1-ci Altava yaşayış massivində yerləşən Abdulvahab Salamzadə küçəsi 118B ünvanında mübahisəli söküntü hadisəsi baş verib. Melisa Qrup tikinti şirkətinin işçiləri içərisində yaşayış olan evin bir hissəsini ekskavatorla dağıdıb. Sakinlərin xəbərsiz olduğu iddia edilən bu hadisə sosial şəbəkələrdə yayılaraq geniş ictimai müzakirələrə səbəb olub. Məlumata görə həmin ərazidə Melisa Qrup tikinti şirkəti 50-dən çox vətəndaşdan mənzil alıb. Lakin son baş verənlər fonunda tikinti işlərinin taliyi sual altına düşüb. Bununla yanaşı məlumdur ki, tikinti şirkəti işə başlamazdan əvvəl bir çox vətəndaşla razılığa gəlib və onlara tikilməkdə olan binadan mənzil satıb. Sakinlər mənzilləri ipoteka və ya nağd ödənişlə alıblar. İndi isə sual yaranır. Bu insanların ödədiyi pulun aqibəti necə olacaq? Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov News 24-a açıqlama verib. Şirkətlər əvvəlcədən sənədləşmə iş aparırlar. Deyək ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı olur ərazilərdə o tikintinin aparılmasına icazə ilə bağlı. Sonra o layihələr müvafiq qurumlarla razılaşdırılır və sonra o əhali ilə danışıqlar başlayır. Adətən belə olur. Yəqin ki, bir müddət sonra davam edəcəkdir. Eyni zamanda, yəni orada əgər cinayət başlanıbsa, onda hər tərəfli araşdırma aparılmalıdır ki, ümumiyyətlə bu prosesdə yerli hakimiyyət orqanlarının rolu nədən ibarət idi? Ümumiyyətlə, indi elan elədi Arxitektura Komitəsi ki, qanunsuzdur. Qanunsuzdur, necə ola bilər ki, şəhərin mərkəzi hissəsində belə bir intensiv tikinti işi, quraşdırma, söküntü işləri aparılsın, amma bu müvafiq hakimiyyət orqanlarının xəbəri olmasın. Ona görə biraz ziddiyyətli məlumatlar var. Ola bilsin, Arxitektura Komitəsinin razılığı olmadan o söküntü işlərinə başlanıb, yaxud Bakı Şəhər İcra Hakimiyyəti. Ona görə kompleks araşdırma aparmadan bu suala cavab vermək biraz çətindir. Amma mən hesab edirəm ki, o ərazilərdə onsuz da o bilirsiniz ki, o Alatava ərazisidir və digər ərazilərdir. Vaxtı ilə gecə qondu kimi yaranıb, sonra 92-ci ildə onları qanuniləşdirilib və ondan sonra yəni orada çox proseslər baş verib, yeni tikililər əmələ gəlib, bir hissəsi artıq sökülüb, yeni binalarla əvəzlənib. Amma bütün bu işlər planla aparılsa daha yaxşı olar da. Yəni bir də görsün, bir məhəllə sökülür, tikilir, yanında köhnə evlər qalır və yaxud da binanı tikənməyən ərazini alır, o kənarda qalanları qalır belə ətrafı o şəhərsalma prinsiplərini pozur. Buna görə də yaxşı olardı ki, biz bunu çoxdan demişik ki, belə əraziləri deyək ki, hökumətin qərarı ilə hökumətin özü ya Bakı Şəhər İcra Hakimiyyəti alsa yaxşı olar. Alıb, təmizləyib, sonra tender elan edib şirkətlərə satsa, həm burada dövlət qazanar, həm də belə insidentlər olmaz. Həm də şəhərsalma prinsiplərinə əməl etmək mümkün olar.